Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Mirzəyeva Gülnar, Fes Akademinin tarix müəllimi. Əziz müəllimlər, bu gün sizə MİQ imtahanında düşə biləcək bir sual haqqında vacib məlumatı izah edəcəm. Diqqətlə izləyin. Azərbaycan deputatlarının Rusiya dövlət dumalarında fəaliyyəti haqqındadır. Baxın, 1905 dekabr ayında Çar 2. Nikolay Dövlət Dumasının çağırılması haqqında fərman verir. Bəli, qanuna görə Qafqaz müsəlmanlarının müəyyən məhdudiyyətlərlə seçkilərdə iştirak etmək hüququ var idi. 1907 3-cü Duma çağırılır, yeni və daha ilticaçı seçki qanunu əsasında seçilmişdi. Çar hökumətinin qoyduğu məhdudiyyətlərə baxaq. Bakı, Gəncə, İrəvan quberniyalarının müsəlman əhalisindən yalnız bir nəfər. Bu hüquqşünas Xəlil Xasməmmədovdur. 1906-cı ildə 2. Nikolay Pyotr Stolypini baş nazir təyin etmişdi bildiyimiz kimi. Stolypin islahatlarına görə məhz dövlət dumalarına seçkilərdə milli azlıqların hüquqlarını məhdudlaşdıran dəyişiklik edilmişdi. Yəni sizə sual düşsə ki, niyə görə 3-cü dövlət dumasında sadəcə bir nəfər Azərbaycanlı Xəlil Xasməmmədov seçilir? Artıq məlumatın səbəbi bizlərə aydındır. Dəyərli müəllimlər, hər birinizə MİQ imtahanında uğurlar.